test toplusunda olan bütün mövzuların hamısının nəzəri izah verirəm. Yəni bütün başlığın nəzəri izah verirəm və bu da artıq xətti sürət mövzusuna aiddir ki, xətti sürətə aid bilirik ki, test toplusunda suallar var. Və indi biz o sualların izahını yox, xətti sürət haqqında məlumatlar veririk. Və bu xətti sürət haqqında məlumatı bildikdən sonra istədiyimiz məqsədimiz budur ki, siz artıq o sualları, topludakı sualları işləyə biləsiniz rahat şəkildə. Plus sınaqlarda və imtahanlarda xətti sürətə aid düşən sual tiplərini işləyə bilərsiniz. Və buna görə də xətti sürət haqqındakı imtahan modelində lazım olan nəzər məlumatları ilə kifayətləndirdik. Və bütün mövzuları belə playlist şəklində yığmağa çalışırıq. Onlara da gedib baxa bilərsiniz. İndi iki mövzuda xətti sürəti izah edirəm. Birinci olan xətti sürət nədir? Onu keçin. Laf əvvəldən bilirik ki, biz trayektoriyanın iki növü ilə danışmışdım. Mən demişdim ki, əyri xətti ola bilər, trayektoriyasına görə əyri xəttdə hərəkət edə bilər cisim və düz xəttdə hərəkət edə bilər. Düz xəttdə hərəkət haqqında danışmışıq, bitif o iş. Amma bir də var əyri xəttdə hərəkət. Əyri xəttdə hərəkət haqqında da biraz danışdıq. Yəni bunun birinci mövzusunda, ikinci mövzusudur çevrə üzərində hərəkətin. Birinci mövzusunda əyri xəttdə hərəkət haqqında danışmışdıq ki, orada dedim ki, əyri xəttdə hərəkətin iki növü, əyri xəttdə hərəkətin ən sadə növü çevrə üzərində hərəkətdir. Çevrə üzərində hərəkətində ən sadə növü çevrə üzərində bərabər sürətdə hərəkətdir. İndi ağlımızda hərəkət deyil. İndi hərəkət deyilsə nə olmalıdır? Burada sürət olmalıdır. Sırf o sürət nədir? Xətti sürətdir. Yəni çevrəmiz seçək ki, hərəkətimiz bu üzərində baxacaq. Yəni çevrədə gördüyünüz kimi. Və bu çevrəmizdə bir dənə A nöqtəsi olsun və bu A nöqtəsində bir dənə maşın olsun. Yəni qəşəng maşın. A nöqtəsi var. Təbii ki, çevrəmizin radiusunu el qəbul edir. Bu gəldi maşının hara B nöqtəsinə hərəkət eləmiş oldu. B nöqtəsinə. Və bu hərəkət zamanı bir el qövsünsüzdür. Yəni el qədər neynədir? Yol getdik. El qədər yol getdik və T zamanı getdik. Sürətimiz əslində düz xətt hərəkətini dəyişən o qədər böyük bir şey yoxdur. Sürətlə düstur nədir? Gedilən yolun zamanı nisbəti. Yəni eyni şeydir. Yəni V bərabərdir. Gedilən ümumi yol nədir? Yəni, bu sürətin ədədi qiyməti bərabərdir. Ümumi gedilən yol E bölünsün T. Bu yola səhv edildiğimiz zaman. Yəni, düsturda dəyişən əslində bir şey yoxdur. Gördüyünüz kimi, sürətin ədədi qiyməti bərabərdir. Gedilən yol bölünsün zaman. Bu qədər. Amma istiqamətdə üçün biraz istiqamət həqiqətində anlaşılması güc bir şeydir. Və amma bunu təbiət nümunələri verərək, yəqin buralara burada videolarını qoyarım. Ondan aydın ola bilərsiniz. Belədir ki, sürət burada çox adam elə bilir ki, belədir. Yəni, fiziki həyatda yeni başlayanlar, riyaziyyat anlayışı olmayanlar, birinci istiqamət belə olur, dəqiq sürətin istiqaməti. Birincisi, burada ən böyük cəfəngiyat budur ki, biz bu vektoru əyri göstərdik. Əyri göstərmək cəfəngiyatdır. Çünki vektorun tərifi budur ki, istiqamətlənmiş düz xətt parçası. Düz xətt, bu düz xətt deyil. Bəs düz xətti onda nətər qala bilərik, başqa cür qala bilmərik deyə düşünəbilirsiniz. Amma təbiətin qəribəliyi budur ki, bundakı Newton birinci qanundan sonra daha aydın başa düşəcəksiniz bunu. Sürətin istiqaməti həmişə toxunma istiqamətləridir. Və əgər ki, bu istiqamət hərəkət edilərsə, yəni bunu belə göstərirlər ki, konkret olub bilsin ki, cisim bu istiqamət hərəkət edilir. Bu istiqamətə hərəkət varsa, bax, sürətin istiqaməti da belədir. Yəni, bu sürətinin istiqaməti. Buradan nətər olur? Çevriyi həmişə toxunan istiqamətə. Deyirlər ki, toxunan olduğunu nətər bilmirəz. Birincisi, bunu hər nədən qura bilir, amma mindəvir insan bir şey deyir ki, mən qura bilmirəm. Radiusla birləşdirirsən, burada əgər 90 dərəcə alınırsa, nədir? Artıqsan çəkdiyi şeylə toxunandır və toxunan bu istiqamət ola bilməz. Bu istiqamət hərəkət edirsə, bu istiqamət olmalıdır, toxunan. Yəni, istiqamət də belə tapılır. Lagon da deyirlər ona, dəmiri kəsmək falan üçün istifadə olunan bir alətdir. Yəni, bunu videosunu qoyacam buralara. Burada indi fərq eləmişsinizsə, videoya baxandan sonra yəqin bunu izləyirsiniz. Fərq eləmişsinizsə, burada nə edir? Çıxan qıvılcımlar hamısı bu istiqamətə gəlir. Bu nəyə görə lazımdır? Bu, xətti sürətin istənilən bir yerdə çevrəyə toxunan istiqamətdə olmağının bir təbiətdə göstəricisidir. Yəni, belə görürük. Məsələn, bu istiqamətə gelirsə təbii ki. Məsələn, burada olsa bu istiqamətə, burada olsa bu istiqamətə. Və orada da həqiqətən gördüyünüz kimi, burada dəmir qırılır. Yəni, bunun dəmir deməyik də buna. İndi həm dəmirdə də təbii ki olur, bunda da özü yeyilir. Yeyiləndə buradakı parçacıq artıq sərbəst qalır, buradan çıxır. Bunu niyə yeyir? Bu istiqamətə uçur və uşaqlar dastan buna qorxurlar. İstiqamət də belə tapılır. Düstur əslində budur. Yəni, vahid düstur demək olar buna. Amma başqa düsturlar da var burada, bu haqda. O düsturlar da izah edilməyə çalışacaq. Amma ona keçməmişdən əvvəl sürətin 3 dənə düstur var yəni. Yəni, onu deyəcəkdim. 3 4 tutan yeganə insanlardan. 3 dənə sürətin düsturu var. O düstur
Bunun birincisi əslində asandır. Yəni belədir ki, ümumi mən A nöqtəsindən B nöqtəsini gəlmədim. Getdim bir dənə fırlandım, gəldim B A nöqtəsində təzədən. Mən nə qədər yol getmiş olaram? Ümumi çevrənin uzunluğu getmiş olaram və çevrənin uzunluğunda L bərabərdir 2 pi olduğu riyaziyyatdan məlumdur. Demək ki, getdiyim yol 2 pi'dir. Və bir dənə də bir şey deyə bilərik ki, nə qədər zaman gedər bəs? Biz bundan əvvəlki videoda dedim ki, bir tam dövrə sərf olunan zamana, yəni A nöqtəsinin gəldiyi zamana nə deyirəm? Period deyirəm. Ona görə də T ilə bərabərdir 2 pi olmuş olur. Bunları birləşdirəndə V bərabərdir nə olur? 2 pi r bölünsün T, bunu belə yazın, yeri belə. 2 pi r bölünsün T və demişdim ki, 2 sınıf gedərsə, period bərabərdir 1 bölünsün N. Yəni tezliklə period arasında əlaqə qurmuşdur. Və bunun nətər olduğunu falan filan da o dərsdə var. Bilmirsinizsə baxa bilərsiniz, videosu uzamasın deyə izah eləmirəm. Buraya yazsam, sürət haqqında başqa düstur alaram ki, nədir? 2 pi n vurulsun 1. Və üçüncü düstur haqqında çıxır. Üçüncü düstur çıxmaq üçün yenə əslində ikinci dərsə baxmaq lazımdır. Amma ikinci dərsin çox reklam olmasın deyə onu da bir dənə çıxarılışla göstərəcəm sizə tezdən, həm də təkrar olsun deyə. Ondan sonra da zaten burada tətbiq edəndə də üçüncü düsturunda hardan çıxdığını görəcəksiniz. Biz omega haqqında danışmışdıq, bucağın sürət haqqında danışmışdıq. İndi bu sürətdir. Sürət nədir? Gedilən yolun zamanı nisbətidir. Bucağın sürəti də omega hərfinə işarələdiyimiz şeydə. Gedilən bucağın zamanı nisbətidir. Bucağı da p hərfinə göstərmişdik. Yəni omega bərabərdir fi bölünsün t. İndi burada elədiyim fəlsəfəni burada da eləmişdim. Demişdim ki, mən əgər bir dənə tam fırlanmışamsa 360 dərəcə dönmüş olaram. 360 dərəcədə radyandır bilirsiniz fin vahidi. Ona görə radyan çevirməliyim. 2 pi radyandır. Yəni fin yerinə 2 pi yazmışam. 2 pi yazmışam. T'də yenə dediyim kimi period olmuşdu. Gətirib yerinə yazdım. Onda aldım 2 pi bölünsün t. Deyər dərsən ki, mən dedim. Bunu yazdım. Çünki burada gördüyümüz kimi nə var? 2 pi bölünsün t var. Hətta burada periodun yerinə burada yazdığım ifadəni 1 bölünsün n yazsam, almış olaram 2 pi n. Gördüyünüz kimi 2 pi n burada da var. Buradan belə bir dənə düstur çıxır, gördüyünüz kimi. Onu gətirib bura yazsam, bu düsturu yazın bura. Bir dənə belə düstur çıxır ki, V bərabərdir omega r. Gördüyünüz kimi bu omega-dır, gətirib onu qoydum ona. Omega, bu da çox işlək düsturdur. Hətta mərkəz qasının tərzində də bu düsturdan inanılmaz elə çox istifadə edəcəyik düsturların çıxarılışında. İndi sualların daha çoxu da mühitdədir ki, suallar belə verilir ki, asıllıq qrafikləri. Asıllıqda birinci olaraq abituriyyentlərin açdığı yeri görmüşəm ki, sualı sənin nəyin sabit olduğunu verməlidir ki, orada sən asıllıq qrafikini qura biləsən. Məsələn, sənə deyilirsə, verilmiş çevrədə, yəni, məsələn, xəttə sürətin omegadan asıllıq qrafikini istəyirsə, burada verilmiş çevrə sözü əslində çox inanılmaz sözdür. Çox inanılmaz azı sözdür. Burada sənə radiusun sabit olduğunu deyir. Yəni, ümumiyyətlə sənə bir şey, məsələn, deyir ki, bərabərdir konustan. Bunu sən demir, bunu sən sözlə deyir ki, verilmiş çevrədə. O, radiusun sabit olduğunu mənasını verir. Bunu deyə bilərsən ki, müəllim, nə fərq var, bunu niyə görə deyirsən? Əslində, bu sənə çox xeyir edən şeydir. Əgər ki, sənə bir kəmiyyət sabit qiymətində bununla asıllıq qrafikini qur deyirsə, mütləq o düsturun içində, yəni quracağın düstura görə biz təyin edirik də qrafikləri. Bu mütləq olmalıdır, radius olmalıdır. İndi məsələn, belə bir dənə sual tipləri olur, zaten topladı görəcəksiniz. Deyək ki, verilmiş çevrədə neynə, xətti sürətin, bucaq sürətinin asıllıq qrafikini çək, çox sualdır. Yəni, sırf bu düstur sualdır. Burada da görürük ki, nədir? Düz mütənat basılıdır. Yazalım ki, nə? V omegadan düz mütənat basılıdır. Hətta indi bir dənə də suallar var ki, arada bucaq söhbəti var. Bunu da ki, yazım ki, çünki mən istəməyin ki, dedim, gitdim, baxdım, amma texnikdə yazamadım. Düzdür, bu riyaziyyat qabiliyyətdir. Amma biz də fizik olaraq kömək eləyək. Alfadır bura, müəyyən bir bucaq var. Və bura olsun nə? V. Bu V-yə də tutaq ki, bir omega düşsün. Bura qədər oldu V, bura qədər də oldu omega. İndi, bura V edirsə, bura da V olmalıdır. Deyil, V olmalıdır burada. Onda buranın tangensi nəyə bərabərdir? Buradan yazılır. Tangens alfa bərabərdir. Qarşı V bölünsün, bitişik. Omega. Buradan da V bölünsün omega görür ki, nəyə bərabərdir? V omega bölünsün, radiusa bərabərdir. Yəni, tangens alfanın burada radiusa bərabər olduğunu bilin ki, sizə kömək edəsin. Başqa bir qrafik deyəsən, əslində bu nümunə kimidir bu qrafik. Çünki bunu özünüz bilməlisiniz. Məsələn, deyək ki, verilmiş radiuslu olsa, n-dən asıllıq qrafikini isə yenə düzün tanası qurasınız. Yəni, bura əslində n yaza bilərəm. Amma perioddan asıllıq qrafikini istəsə, orada tərs mütənasib olmalıdır.
İndi o yazaq buralardan bir yerdə. V nədən? Periyoddan. Aslında qrafiki tərs mütənasib deyil, verilmiş çevrədə. Yəni bu şəkildə. İndi vaxtda da görürük xətt sürət haqqında toplda nümunələr işləyir. Bəli, indi 31-ci suala baxıram. Sualı burada görəcəksiniz. Deyir ki, fırlanan təkərin kənar nöqtəsinin xətti sürətinin dövr etmə tezliyindən asılılıq qrafikinə görə təkərin radiusunu hesablayın. Təkərin radiusu, yəni bu gördüyünüz kimi tezlik verilir. Bu düsturdan istifadə edəcək. Tezlik gördüyünüz kimi verilir. Başqa radius istənilir. Sürətin verilir. Pi verilir. 2 verilir. Və bunlarla gördüyünüz kimi artıq bunu tapmaq nədir? Çox sadə bir riyaziyyatdır. Yəni yerinə qoymaq, istəsəz bunu götürün, istəsəz bunu götürün. Burada biraz rahat gəlir deyə mən bunu götürmək istəyirəm. Yazıram 2.4 bərabərdir 2 vurulsun, pinin qiymətini yazıram yerinə 3, vurulsun, tezliyin qiymətini yazıram yerinə 1, vurulsun, radius. Bu yerinə bərabərdir 0.4. Gördüyünüz kimi, yəni sadə suallar. Sualı deyir ki, təyyarə hava vinti 0.01 saniyə ərzində 1 ton dövr edir. Deməli, hava vinti 0.1 saniyə ərzində 1 tam dövr edir. Biz demişdik ki, 1 tam dövr üçün sərf olunan zamana nə deyilir? Periyod deyilir. Yəni 0.01 saniyə ərzində bir dənə tam dövr edilsə bu, bunda mən yazaram ki, rahatlıqla periyodun nəyə bərabər imiş elə 0.01 saniyə. Beşə, buradan yəni gördüyünüz kimi hər saat azalmazsa demirlər, elə dörtcə periyodu bu qədərdir, demirlər. Belə verirlər, siz onu tərifini birində satmalısınız. Təyyarə 360 km/saat sürətlə. Yazıram V bərabərdir 360 km/saat sürətlə 800 km məsafə gedir. S bərabərdir 800 km. Birinci bunu çevirmək istəyirəm saniyələrə, saniyəyə, metrə falan filan. Bunu çevirməyə əsas. Metr çevirində nə edəcəm? Üstünə sıfır qoyuram. Nə olur? 8, 1, 2, 3, 4, 5. Bu qədər metr olur. Bunu da çevirəndə 36-ya bölünür, onun matematikasını edirəm. O qalır 36-ya bölündə 10 qalmış olur, 10 da ona buranda nə edir? 100 eləmiş olur. Yəni 100 metr bölünsün saniyə. İndi ondan sonra da T bərabərdir nəyə? S bölünsün V, sadə bir düstur. 8, 1, 2, 3, 4, 5-i də bölürəm. 1, 2, 3 getdilər ikisi. Qaldı necə? Saniyə, bu qədər saniyə. İndi burada əslində sadə bir tənasübünü deyemiyorlar, düsturla da demiyorlar. Amma tənasüb daha məncə rahatdır ki, düşünün, 0.01 saniyədə bir dənə dövrün eləyibsə, 800 saniyədə neçə dövr eləyir? Sadə tənasüb. Sadə soruşuq həll edirik. 0.01 x bərabərdir 8, 1, 2, 3. Bunları silirəm. Buraya 2 dənə sıfır gətirirəm və deməli bu qədər dövr eləyib. Bu da bərabərdir 800 vurulsun 10 üstündə 5. Dənə dövr eləyib. 800 vurulsun 10 üstündə 5 C variantı. O da bizim cavab budur. Düşüncələrimə görə hər şey dedim. Əgər ki, qaranlıq qalan birisi qaldınsa və yaxud mövzu haqqında sualınız varsa, ümumiyyətlə fizik haqqında sualınız varsa, yorumlarda bildirə bilərsiniz. Böyük ehtimalla cavab verəm.